Elhamdülillah. Allah Teala Araf suresinin 33. ayesine buyurur ki, de ki Rabbim aşkar ve gizli yaramaz əməlləri, başkalarına zulüm etmeyi, Allah'a ortak koşmağı ve Allah adına bilmediğiniz şeyleri danışmağı haram etmiştir. İbn Qayyim rahmetullah aleyhi bu ayet hakkında deyir ki, Allah Teala burada günahları dərəcə baxımından 4 yerə bölür və ən yüngülü ilə başlayıb ən ağırı ilə qurtarır. Ən yüngülü fuhuş əməllər, yaramaz əməllərdir. Ondan daha ağırı zülm etməkdir, zalimlikdir. Ondan daha ağırı Allah'a ortak koşmaktır, şərik koşmaktır. Və ondan daha ağırı deyir ki, daha əzəmətli olan günah Allah adına bilmediğini danışmaq. Yəni Allah Teala'nın dinində elmsiz danışmaq, elmsiz fətvalar vermək. Necə ki bugün gənclər dinə gəlir bir şey bilmədən, bir neçə kitab oxumadan, elm əhlinin dizinin dibində oturmadan başlayırlar öz yanlarından din çıxardıb və bununla da insanları müxtəlif adlarla ittiham etməyə və fətvalar verməyə başlayırlar. Və bu ayəti yaxşı-yaxşı xatırlayın, yaxşı-yaxşı oxuyun. Yəni biz bugünkü gün bilirik ki, ən böyük günah şirkdir. Hansı ki Allah Teala deyir, mən şirk qoşanı bağışlamaram. Şirkin əzəmətli günah olmasak da nə qədər ayələr, nə qədər hədislər var. Baxın, böyük alim İbn Qayyim bu ayətdə nə deyir? Allah adına bilməmək danışmamaq, bilmədən danışmaq, elmsiz danışmaq, bu deyir şirkdən daha böyük günahdır deyir. Bunu yəni böyük İslamın böyük alimlər, hüquqşünas alimlərindən biri deyir qardaşlar. Siz oxuyursunuz bir ayət, hədis, ayətin, hədisin ərəbcəsini bilmirsiniz, erabını bilmirsiniz, təfsirini bilmirsiniz, ayətin nüzul səbəbini bilmirsiniz və çalışırsınız, deyirsiniz ki, dəlil var. Siz ümumiyyətlə dəlil nə olduğunu bugünkü müsəlman ümməti %90'ı dəlilin nə olduğunu bilmir. Deyir ki, dəlil var. Əslində o dəlil sözü sənin danışdığın dəlil deyil yəni. Dediyimiz şəkildə ayələri, hədisləri, şərtləri ilə, qaydası ilə, təfsiri ilə, bunun ümumu ilə, xüsusi ilə götürülür. Sizin bildiyiniz dəlil və danışdığınız sözlər, bunlar hamısı böyük günahlardandır. Bunu etməklə böyük günah etmiş olursunuz. Bu şeylərə diqqət edin.